Deməli, Allah subhanahu və teala'nın bir şey yaratmaq istədikdə ona ol deyir, o da olur. Bu ol əmri ki var, o kəlamdır ya yox. Bu kəlamdır. Deməli, Allah subhanahu və teala Musa əleyhissalam ilə danışmaq istədikdə bidət əhlinə görə Allah havada bir şey yarattı. O səsləri, yəni Musanın eşidəcəyi o kəlamı nə etdi? Yaratdı. Və bu da oldu məxluq. Yaxşı, onu yaratması üçün nə etdi? Çünki Allah subhanahu teala buyurur ki, Allah bir şeyi yaratmaq istədikdə ona yalnız ol deyir və o da olur. İndi Allah bu kəlamı yaratması üçün Ol demədi. ona ol deməlidir ki, o da yaransın. Yaxşı, Allah ona dedi ol. Kun fəyəkun və o kəlam da oldu. Axı bu ol əmri özü də kəlamdır axı. Bəs bunu yaratması üçün nə eləməlidir? Bir dənə də kun, o da kəlamdır. Yəni Allahın əmri kəlamdır. Bu xəlq deyil. Allah subhanahu teala ələ ləhul xalqu vəl əmr. Yaratma və əmr etmə Allaha məxsusdur. Allah subhanahu və teala yaratma ilə əmri bir-birindən ayırır. Açıq aydın ayədir. Ona görə demək ki, Qur'an Allahın kəlamı məxluqdur, bu Allahın kəlamını təksibdir, inkar etməkdir. Ona görə Qur'an məxluqdur demək sələfin icması ilə küfürdür.